Xanımlar arasında da populyar olan, belə deyək, məqamlardan biri nədir? Bir-birlərinə dərman ötürürlər. Yəni hamiləlik açmaq üçün nə qədər olub, pasientlər gəlir, bəli, hamiləlik sonlandırmaq üçün və dərman preparatları qəbul edirlər Elnara xanım. Və baxır ki, müəyyən müddətdən sonra gəlir, baxır ultrases müayinəsində hamiləlik pozulmuyor və normal inkişaf edir. Və pasient başlayır ki, ay həkim, mən artıq bunu saxlamağa qərar verdim, amma bunu da sonlandırmaq üçün dərman içmişdim. Bu uşaqda problem olar, olmaz. Və burada 100% belə deyək, nəticəni, bəli, zəmanəti kimdən gözləyir? Fetal mütəxəssisdən. Elnara xanım, nə deyə bilərsiniz? Təbii ki, o dərmanların nəsə bir əks təsiri ola bilər. Yeni dönəmdə inkişafda olan embriona təsir edə bilər. Amma biz bunu 100% bilə bilmərik. Nəyə görə? Çünki onu hamilənin gedişatı bizə göstərə bilər. Birinci trimestr ultrases müayinəsi, ikinci trimestr ultrases müayinəsi və üçüncü trimestr. Və bu dönəmlərdə biz görürük, ürəkdir, beyindir, ətraflarıdır, əzələ sinir sistemidir, sümük anomaliyaları varmı, yoxdurmu? Bunların hamısını ultrases müayinəsində təqib etməliyik ki, problem olarsa vaxtında aşkarlayaq. Əziz xanımlar, dərman qəbul edərkən hamiləlik sonlandıran dərman mütləq 1000 dəfə fikirləşin, qərarı bir dəfə verin.